Salam, bu günlərim çox dadlı, çox asan, çox ləzzətli südlü şirniyyat resepti sizlərlə paylaşıram. Şirniyyat üçün bizə lazımdır 1 litr süd, 1 stəkan şəkər tozu, 1 stəkan un, 2 xörək qaşığı kakaonu bir yerə əlavə edib qarışdırıram. Hazırladığım qarışımı başqa bir qazana əlavə edib, qoyuram qazın üzərində əlimi dayandırmadan qatılaşanadək qarışdıraraq bişirirəm. Daha sonra üzərinə 1 xörək qaşığı kərə yağı, 50 qram damla şokolatı əlavə edib şokolad əriyənədək qarışdırıram. Mühəlləbi hazır olduqdan sonra qoyuram mühəlləbini kənara soğuması üçün soba listinə 1 stəkan Hindistan cevizini əlavə edib hər tərəfinə gələcək şəkildə yayıram. Soya mühəlləbini Hindistan cevizinin üzərindən əlavə edib soba listinin hər tərəfinə gələcək şəkildə yayıb üzərini hamarlayıb qoyuram soyuducuda 4 saat gözləsin. Şirniyyatın kremi üçün mən qaymaqdan istifadə etdim. Qaymağı qabın içərisinə əlavə edib qaymaq bərkiyənədək mikserlə qarışdırıram. Dörd saat sonra şirniyyatımızı soyuducudan çıxardıram. Hazırladığım kremi şirniyyatın üzərinə əlavə edib hər tərəfinə gələcək şəkildə yayıram. Şirniyyatın hər tərəfini yaxşı kremlədikdən